bakirə ilə yumurta etməkdə bir problem yoxdur. Davam edeyim, Sabuhi. Yoksa bəs eləyir? Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekat. İnşallah bugünkü məcburiyyətdən bir cavab videosu çəkməyə məcbur oldum. Cavab videosu da ünvanlı olarak Mürşid Yusuf oğlana olacaq. Mürşid bəy, ilk öncə bunu qeyd edim ki, siz sual paylaşanda en azı insaflı olmağınızı gözləyirdim. Çünki mən sizi bu cürlə tanıyırdım. Amma sizin şiddətli dərəcədə həyəcanlı olduğunuzu görərək, həyəcanınıza görə üstündən keçirəm. Nəyi? Bunu ki, siz videonu hələ hazırlayarkən, yəni video əsasında deyirsiniz ki, Sabuhi sualımdan qaçma, sualıma cavab ver. Yəni bu sözü o zaman deyərlər ki, video paylaşılar, üstündən 10 gün, 15 gün, 1 ay falan keçər, məndən biri cavab gəlməz, ondan sonra bəli, bu söz deyilər, yerinə düşər. Amma siz hələ heç 24 saat deyil bəlkə də, və yaxud 24 saat olsun, video paylaşmışsınız və videonun içində deyirsiniz ki, Sabuhi sualından qaçma. Necə ki, bu sözü mən dəfələrlə demişəm, yəqin siz də mənim ağzımdan öyrənmişsiniz. Ola bilər, amma mənim sözüm ünvanlı, sizin sözünüz ünvansızdır Mürşid bəy. Çünki ötən günlərdə, ötən aylarda yadınıza gəlirsə, mənim sizdən telefon danışığım olmuşdu və mən sizə 2 sual vermişdim. Bir sualıma siz Rizal ustası olaraq Buxarədəki hədisə zəif dediniz. Belə Rizalı yaxşı bilirsinizsə, sizin də mənə sual olaraq oxuduğunuz məsələlərin əksəriyyəti zəif mənbələri idi. Heç olmasa ən azı onu araşdırardınız. İkinci məsələ isə mənzilət hədisini ümumən cavab vermədiniz. Və mən onu deməyə haqlıyam ki, Mürşid Yusuf oğlu, sualımdan qaçma, sualıma cavab ver. Ən azı sualıma cavab verərdim, sonra mənə sual verərdim. Və mən siz mənə sual verdiniz deyə bu videonu çəkmirəm. Allah şahiddir ki, 3 dəfə deyirəm. Bu videonu mən çox həvəssiz çəkirəm. Sadəcə danışığımda da belə bilinir. Yəni o qədər heç hazırlaşmamış çəkirəm. Sadəcə cavab olsun deyə paylaşıram ki, qardaşlar mənə xahiş elədi ki, Sabuhi qardaş, bəs bir nəfər çıxıb ortalığa sənə sual verir, cavab ver. Yəni ona görə, yəni sizə görə yox. Çünki iradı o şəkildə tutarlar ki, qayda var Mürşid bəy. İradı o şəkildə tutarlar ki, o irad sizin özünüzdə olmasın. Siz mütə nikahı haqqında mənə sual verirsiniz, amma sizin əqidəvizdə mütə nikahı var. Sadəcə sizin kralınız olan Ömər mütə nikahını qadağan edib, siz onun sünnətinin, Peyğəmbərin yox, Ömərin sünnətini yaşayırsınız deyə mütə nikahını icra etmirsiniz. Fətvalara cavab olaraq fətvalar oxuyayım sizə. Ən axırda da mütə nikahın nədir onu izah edərəm Allahın izni ilə. Deməli Mürşid bəy, Sahih Müslim cild 1 mütə babı səhifə 535-də Abdullah Əl-Ənsari ümrə üçün Məkkəyə gəldi. Onun evinə getdim. İnsanlar ondan bəzi suallar və məsələlər barədə soruşurdular. Söz mütəyə gəlincə dedi, bəli, biz də həm Rasulullahın, həm də Əbu Bəkir, həm də Ömərin zamanında mütə nikahını bağlayırdıq. Mürşid bəy, mütə nikahı əxlaqsızlıq olsaydı, əxlaqsızlığı təmsil etsə idi, Quranda tapılmazdı. Rasulullah etməzdi. Əbu Bəkirviz, Ömərviz bunu icra etməzdi. Və bir şey yadınıza salım ki, bunu şifahi olaraq deyirəm. Əbu Bəkirin qızı xanım Əsma mütə nikahının övlad dünyaya gətirir.
həmin övladda olur səxada. Sizə görə də sahabələr, nə bilim, hərəsi bir sırat-ül müstəqimdir, hərəsi bir ulduzdur, günəşdir, lampadır, nə bilim, 60'lıq işıqdır, nədir? Yəni, məlum məsələdir. Siz mütə nicahı haqqında giriş etməyiniz, sizin mütə nicahı ümumiyyətlə haqqında məlumatsız olmağınıza gəlib çıxardır. Yəni, səhv silah seçdiniz Mürşid bəy, həqiqətən, çox səhv silah seçdiniz. Çünki həmən silah sizin əlinizə partladı. Mən Cabir İbni Abdullah'ın yanında idim. Adamlardan biri gələrək Abdullah İbni Zübeyrin və İbni Abbasın öz aralarında iki mütə, yəni həc və qadın mütəsi barədə ixtilaf etmələrini söylədi. Cabir dedi, Allah Resulü zamanında biz də bu əməli edirdik. Fəqət Ömər xəlifə olunca bu əməli qadağan etdi və biz də bundan çəkindik. Sual budur Mürşid bəy. Əgər ki, Peyğəmbər bunu qadağan etsəydi, bu qadağa unudulsaydı, Ömər bu qadağanı yada salsaydı, sahabələr hara baxırdı? Bir şey ki, sahabələr Quran hafizi idi. Quranı əzbərlədilər, Peyğəmbərin bu qadağasını, özdə qadağa ya, qadağa, sünnət də deyir, birbaşa qadağadır. Haramını necə unutdular? Bir dənə Ömərin yadına düşdü bu. Abdullah İbni Abbas kimi sahabə ömrünün sonuna qədər mütə nicahını qəbul etdi. Hansı ki Abdullah İbni Abbas sizin siqa ravilərinizdəndir. Kutub-ı Siddədə iki hədisdən biri elə Abdullah İbni Abbasdan hədis götürürsünüz. Və bir dənə dəhşətlisini oxuyum. Mürşid bəy, Qurtubinin Əl-Camil Əhkəm kitabının 6-cı cildin oxusuz yaxşı olar. Çünki orada 215-ci səhifədə Nisa surəsinin təfsiri babında yazır. Cumhur deyir ki, Cumhur, tək-tük alimlər yox, Cumhur deyir ki, bundan qəsd, yəni Nisa surəsinin 24-cü ayəsindən qəsd, İslamın ilk dövrlərində tədbiq olunan mütə nicahıdır. İbn Abbas, Ubey və İbn Zübeyr isə bu ayənin bu hissəsini beləcə oxumuşlar. Necə oxumuşlar? O halda onlardan hansı ilə müəyyən bir vaxta qədər faydalandınızsa, müəyyən bir vaxta qədər Mürşid bəy faydalandınızsa, ondan ötəri onlara mehirlərini verin. Valla Qurtubi deyir ki, bunu Cumhur deyir. Siz nə deyirsiniz mən bilmirəm. Yəqin ki Qurtubi sizdən daha elmli olub da. Abdullah ibn Abbas daha sizdən elmli olub da. Adam səhabə olub. Düz. Təqdim etdiyiniz hədislər əksəriyyətin sənəti zəifdir. Allah şahiddir. Ricallar da qabağımdadır. Sadəcə onları oxuyub vaxt itirmək istəmirəm. Yəni bunu bildirəm ki, oxuduğunuz rəvayətlərin əksəriyyətin sənəti zəifdir və hətta xəbər vahiddir. Çox cüzi olan hissəsi səhihdir. Zaten mən axırda inşallah ki vaxt çatsa, həvəs qalsa deyərəm mütə nicahı nədir, nə olan şeydir. Hər iki mütə nicahını açıqlamaqda davam eləyim. Sizə dərs olaraq ki, yəni mütə nicahı sizin əqidənizdə var. Müsəlman. Min 858-ci məsələ. Əbu Muhammed dedi, mütə nicahı caiz deyil. Bu müvəqqəti nicahdır. Resulullah zamanında halal idi. Sonra Allah Teala onun Resulullah'ın dili ilə qiyamətə qədər nəsx etdi. Resulullah'dan sonra sələfdən bir qrup mütənə halal olduğunu dedilər. Onlardan sahabələr Əsma bin Əbu Bəkir, Peyğəmbərin qızı, Cabir bin Abdullah, İbn Məsud, İbn Abbas, Əmr bin Xureys, Əbu Said Əl-Hudri, Sələmə və Əbəd bin Ümayə bin Xələfdir. Buna Cabir bin Abdullah Resulullah'ın Əbu Bəkir və Ömərin xilafətinin sonuna yaxın zamanda sahabədən rəvayət etmişdir. Mütənin mübah olması barədə
İbn Ömərdə ixtilaf, Əlidə isə təvəkküf edilmişdir. Ömər bin Xəttab 2 ədalətli şəxs şəhadət verənə qədər inkar etmiş, şəhadət verdikdən sonra mübah bilmişdir. Vay 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 vay. Tabiinlərdən Tavus, Ata, Səid bin Zübeyr və Məkkənin digər fəqihləri mütənin halal olduğunu dedilər. Mənbə gəlir İbn Hazm Əl-Muhalla, cild 9, 519-520-ci səhifə, Nicah kitabı, 1854-cü məsələ. Göründüyü kimi İbn Hazm bu səhabə və tabiinlərin müttə nicahına halal və caiz gördüklərini aşkar şəkildə bildirir. Mürşid bəy, oxuyun da, xahiş edirəm, oxuyun. İnşallah indi də digər mənbələrdə nəzər salaq. Məqaləni zaten özüm hazırlamışam və digər qardaşlarımız da hazırlayıb. Müslümün Əl-Səhih Nicahı, Səhih əsəri, Nicah babı, hədis 17. Mühəqqiqin qeydi. İndi də son olaraq Qurtubinin təfsirinə nəzər salaq. Əbu Bəkir Əl-Tartusi deyir ki, mütə nicahına İmran bin Hüseyin İbn Əbbas bəzi əshab və əhl-i beytdən bir təbəqədən başqa rüsxət verən yoxdur. Ay Mürşid bəy, mən nələr oxuyuram burada? Əbu Ömər deyir ki, Məkkə xalqından olsun, Yəmanilərdən olsun, İbn Abbasın əshabı hamısı da mütənin İbn Abbasın fikrinə görə halal olduğunu, digər insanlar isə onun haram etdiyini qəbul edirlər. Təsəvvür elə ki, Məkkə xalqı, Yəmənlər və İbn Abbasın əshabı halal olduğunu deyirlər. Başqa bir qövm isə, tayfa isə, qrup isə, Ömərin sünnətini yaşayanlar isə, Ömərdən qorxanlar isə haram bilmişlər. Yəni bu sizdə ixtilafdır, ixtilaf. Düzdür, cumhura görə halaldır, amma nəsə də indi. Siz zaten icma ilə gedən adam deyilsiniz axı. Qurtubi Əl-Cəmal Əhkəm kitabı. Üzr istəyirəm, bir dənə düz oxuyum. Əl-Cəmal Əhkəmül Qur'an kitabı. 6-cı cild, səhifə 220-221. Nisa surəsinin təfsiri babında gəlir. Ümumiyyətlə, mütə nicahının Rasulullah sallallahu aleyhi və səlləmin zamanında olduğu haqqında Şiə və əhl-i sünnə arasında ixtilaf yoxdur. İxtilaf bu nicahın sonradan yasaqlanıb yasaqlanmadığı haqqındadır. Belə ki, əhl-i sünnə Rasulullah sallallahu bu nicahı sonradan qadağan etməsini iddia edir. Şiə isə əksinə Rasulullahın sallallahu qadağan etməməsini, əksini bu nicahın Rasulullahın və Əbu Bəkir və Ömərin dövründə olduğunu, ancaq Ömərin öz krallığı zamanı bunu qadağan etdiyini deyir. Öz başına demir, dəlilimiz də var. Deməli, sahabələrdən biri İbn Abbas, Kitab Əl-Müsənnəf, 496-497-ci səhifələr. Müəllif Əbdülrəzzaq Əl-Sənani deyir ki, Ata İbn Abbas radiyallahu anhudan dedi ki, mütə Allahdan bir izin və Rasullahın ümmətinə bir rəhmətdir. Əgər Ömər onu qadağan etməsə idi, azğınlardan başqa heç kim zina etməzdi. Əhl-i sünnənin hədis alimi, Səhih Buxarinin şərhçisi İbn Hacər bu hədisin səhihliyini təsdiq etmişdir. İbn Hacərin Fəthül Bari kitabında hədis haqqında səhih hökmünü görmək olar. İkinci sahabə Cabir bin Abdullah Əl-Ənsari Əbu Zübeyr nəql edir. Dedi ki, Cabir bin Abdullahı belə deyərkən eşitdim. Biz Rasulullah sallallahu ilə Əbu Bəkir zamanında bir ovuc xurma və un müqabilində bir neçə günlük mütə edirdik. Nəhayət Əmr bin Hureyz hədisində Ömər bundan nəhy etdi yazır. Mənbə Müslimin Əl-Səhih əsəri, Nicah kitabı, hədis 1405. Üçüncü sahabə İmran bin Hüseyin. Əbu Rəza belə rəvayət etdi.
İmran bin Hüseyn belə dedi: Allahın kitabında müta ayəsi nazil oldu. Resulullah sallallahu onu bizə əmr etdi. Daha sonra Allahın kitabında mütəni nəsx edən bir ayə nazil olmadığı kimi Resulullah da vəfatına qədər onu nəhi etmədi. Sonra bir adam öz rəyi ilə istədiyini dedi. Bu da Müslimin Əl-Səhih əsərində, Həcc kitabında hədis 1226-da keçir. Sonra İmam Ali Əmirəl-Möminin əleyhissalam Şöbə dedi: Mən hakimdən ayənin bu, yəni mütə nicahına icazə verən hissəsi nəsx edilib deyə soruşdum. Hakim dedi: Yox. Ali radiyallahu anhu dedi ki, əgər Ömər mütə nicahını qadağan etməsəydi, azğınlar istisna heç kəs zina etməzdi. Təfsir Əl-Təbəri 8-ci cild 176-cı hədis, üzr istəyirəm. Təfsir Əl-Təbəri 8-ci cild 176-cı səhifə, hədis 9042. Sonra Ömər bin Xəttab, Mürşid bəy, Ömər bin Xəttab dedi: Resulullah zamanında iki mütə var idi. Qadınların mütəsi və həcc mütəsi. Mən onları nəhi edirəm və bunları edənlərə cəza verəcəyəm. Həccin sihhətinə gəlincə səhihdir. Səid İbn Mənsur Sünən əsərində cild 1 səhifə 218, hədis 852 və İbn Hazm Əl-Muhalla kitabında cild 7 səhifə 107-də səhihliyinə etiqad edir. Ömər dedi ki, mən edirəm, mən. Necə ki, təravih namazını mən bidət edərək cəmaat namazı edirəm. Ona görə deyirəm də, siz Peyğəmbər sünnətini yaşamadınız ki, siz Ömərin sünnətini yaşadınız. Mürşid bəy, siz və sizin timsalınızda olanlar. Sonra kimlər var? Sonra çox adam var. Posta oxumağa həqiqətən yoruluram. Çox yoruluram. Ona görə də bunları deyərək bir-iki dənə fətvavızı oxuyum. Deyir sizə fətva belə gəldi, fətva elə gəldi. Yaxşı. Deməli, Həsən Hələbi Əbdülrəzzaqdan, o da İbn Cüreydən, o da Ətadan belə nəql edir. Abdullah Əl-Ənsari ümrə üçün Məkkəyə gəldi. Onun evinə getdim. İnsanlar ondan bəzi suallar və məsələlər barədə soruşdular. Söz mütəyə gəlincə dedi: Bəli, biz Rəsulullahın həm də Əbu Bəkirin, həm də Ömərin zamanında mütə nicahını bağlayırdıq. Səhih Müslim cild 1 mütə babı səhifə 535. Sual verirəm Mürşid bəy. Əgər mütə nicahı sizin təqdim etdiyiniz kimi haram, zinaya yönülk bir iş, əməl olsaydı, Quranda ayə nazil olmalıdır. Peyğəmbər bunu icazə verməzdi, Əbu Bəkir icazə verməzdi, Ömər də bunu qadağan nə etməzdi, etməzdi. Axı bunu Ömər niyə qadağan etsin? Niyə Əbu Bəkir qadağan etməsin? Niyə Peyğəmbər qadağan etməsin? Ömərin qeyrəti Əbu Bəkirdən və Peyğəmbərdən daha mı öndədir? Yoxsa Ömərin düşüncəsi mi daha üstündür? Yəni, Mürşid bəy, həqiqətən bu videoda bəlkə də qulaq asırsınız. Bu videoda ürəyinizin o qəlbin dərinliklərində bəlkə deyirsiniz ki, ayda, mən gör nə səhv elədim, gör hansı səhv mövzu ilə girişdim. Hamdolsun Allaha deyirəm Mürşid bəy, siz mənə WhatsAppda yazın, nömrəm var sizdə. Mən sizə dəlilləri o qədər atarım, o qədər dəlillər ataram. Yəni, bəlkə də videomuzu silərsiniz, hamdolsun Allaha deyirəm. Amma qoy silməyin, qoy qalsın. Qoy qalsın, çünki sizə baxıb fikir edirəm ki, ilapərvəcirələm. Gör mənim üstümə hansı silahla gəlir. Halbuki həmən silah nişangah sizə yönəldi. Gözəl insan, gözəl şəxsiyyət. Və gəldik sizin bəzi fətvalarınızı da oxuyum ki, qoy tam olsun. Əhl-i-Sünnə alimi Sərəxsi adlı alim yazır. Sərəxsi də Mürşid bəy yəqin ki tanıyırsınız kimdir. Necə hegemon bir alimdir. Kişilərə şəhvət
və cinsi istəkləri üçün kiçik qız uşaqlarının bədənlərinə əl çəkib onları öpmələrindən heç bir günahı yoxdur. Əl-Məbsud Sərəxsi cild 10 səhifə 155 və cild 15 səhifə 109. Muğni İbn Qudamə Rahimullah deyir sözə və həmən şəxs cild 9 səhifə 15 Sərəxsinin növbəti fətvası budur. Deyir: Əgər bir kişi zina məqsədi ilə kiçik qız uşağı ilə yaxınlıq etməklə onun fərzini ivza edərsə, tərcüməni eləyim, böyüklərdən üzr istəyirəm. Sidik yolu ilə uşaqlıq yolunun arasında olan pərdəni yırtıb iki yolu birləşdirirsə, belə bir kişiyə hədd cəzası düşməz. Sizə görə. Çünki sağlam bir yerdən istifadə etməyib. Əl-Məbsud Sərəxsi cild 9 səhifə 75. Sonra qoyun məsələsi var. Ən məşhur məsələ, onu da deyək, o da yaddan çıxmasın. Əhl-i-Sünnə Əbdülcəlil İsa adlı alimin fətvası. Əgər bir kişi dişi bir qoyunla yaxınlıq etdikdən sonra qoyun hamilə olub balasını insan şəklində doğarsa, həmin uşaq da böyüyüb pişnamaz olarsa, belə bir pişnamazı qoyundan doğulduğuna görə Qurban bayramda qurban kəsmək olarmı? Bu sualın cavabında Vahhabilərin bu dahi alimi belə demişdi. Bəli, bəli, bəli. Onu qurban kəsmək caizdir. Hətta səvab da var. Səvab da var sözü, yəni müstəhəbdir. Yəni bu iş müstəhəbdir. Mə la yacuzu fi hil xilaf. Əbdülcəlil İsa səhifə 80. Davam edeyim Mürşid bəy, yoxsa yaxşıdır, bəs eləyir. Nəvəvinin Səhih Müslimə şərhi cild 3 səhifə 577-də atanın körpə qız uşağını evləndirməsinin icazəli olması babı. Mənə oxuyurdunuz, o mənə oxuduğunuz Nəvəvi sizə oxuyur. Ay Mürşid bəy, oxumursunuz axı, mütaliəvi zəifdir yəqin ki. Evlənilmiş körpə qız uşağı ilə zifafın və onunla yaxınlıq etməyin vaxtına gəlincə, əgər ər və qızın vəlisi, ata yaxud babası, uşağa zəruri olmayacaq bir şey, yəni körpə ilə intim oyunlar və s. barəsində razığa gəlsələr, həmin şeyə əməl edilər. Təkrar edirəm, razığa gəlsələr, həmin şeyə əməl edilər. Əl-Nəvəvi nə deyir? Deyir ki, əgər zərəri olmasa, buna əməl edilər. Düzdür? Əgər onlar qızın vəlisi və əri bu barədə razılığa gəlməsələr, bu halda Əhməd İbn Həmbəl və Əbu Ubeyd demişlər, 9 yaşına çatmış ərli qız buna cinsi əlaqəyə məcbur edilər. Hətta məcbur edilər, Mürşid bəy. Bizdə yenə öz istəyi ilə daha, bizdə qadın məcbur edilməz. Amma sizdə məcbur edilər. Və siz videovuzda bir şey haşiyə çıxın. Videovuzda 9-10 yaş yaman çox deyirdiniz. Öz-özümə şoka düşdüm ki, ilah pərvərdigarım. Bunlar 9 yaşında uşağı evləndirməsinə niyə pis olsunlar ki? Axı Əhl-i Sünnətin anası olan xanım Ayşə binti Əbu Bəkir 9 yaşında Peyğəmbərə zövcə olmadı. Sizə görə, bizə görə yaş 9 deyil, 20'dir, 18'dir, 24'dür. Üst görüş var bizdə. Səhv etmirəmsə, səhi deyəsən 20 olmalıdır. Səhv etmirəmsə, nəsə onu çox müzakirə eləməyim. Yəni sizdə zaten 9 yaşıdır. Axı övlad anasından ibrət götürər. Sizdə zaten 9 yaşda xanım Ayşə evlənmədi ki, bəyən Peyğəmbərlə. Bu pis idisə Peyğəmbər hara baxırdı? Xanım Ayşə hara baxırdı? Xanım Ayşənin atası Əbu Bəkir hara baxırdı? Ay Mürşid bəy. Aha, hara baxırdı? Nə bilim valla. Danışırsınız da.
Qoy bunun dəlilini oxuyum, sonra deməyin ki, oxudun bəs dəlil hanı? Muhiyy ad-din el-Nevevi el-Minhaj fi şerhi Sahih Muslim cilt 9 sayfa 295 Müəssəsi Qurtubə Misir 1414-1994-cü ildə çap edilmişdir. İndi bunlar sizin nəzərinizdə cinsi pozğunluq şəxslərdir, Mürşid bəy. Siz deyirsiniz ki, yaşdan asılı deyil. Alimlərimiz deyir ki, yaşdan asılı deyil. Əgər cinsi əlaqəyə dözə bilirsə, hətta onun 1 yaşı varsa, 2 yaşı varsa, 5 aylıqdırsa, 10 aylıqdırsa, 1 illikdirsə, lap 2 illikdirsə fərqi yoxdur. Dözə bilirsə vəssalam. Əgər cinsi əlaqəyə gücü çatarsa, deyirlər ki, düzgündür bu. Bunda zərər yoxdur. Düzgündür bu, Mürşid bəy. İndi bu barədə fikriniz nədir? Dediyiniz və şiəni ittiham etdiyiniz bütün sözləri indi əhl-i sünnənin alimləri, hansı ki sələfilər onları özləri üçün alim hesab edirlər. İndi bu düzdür, Mürşid bəy. Siz niyə axı məndən səhv mövzuda müzakirəyə qalxdınız? Sadəcə onu dərs olaraq sizə keçirəm ki, yəni mütənicahına zəqidəvizə daha yaxşı araşdırın. Yaxşımı? Yaxşımı? Sonra Zeynuddin bin Huceym el-Hanefi El-Bəhrul Raiq Şərhli Kanzul Dəqaiq Nicah babında yazır. Alimlər kiçik yaşlı qız uşağı ilə cinsi əlaqənin vaxtında ixtilaf etmişlər. İxtilaf etmişlər, icma olunmamışdı. Bəziləri balıq olmamış cinsi əlaqə olmaz. Bunu Mürşid bəy özü başa düşdü. Bəziləri 9 yaşına çatsa olar. Bəziləri isə əgər toppuş olsa və cinsi əlaqəyə taqəti çatsa, onunla cinsi əlaqəyə girilər. Əks halda isə olmaz demişlər. Mənbə Zurhuddin bin Nuceym el-Hanefinin El-Bəhrul Raiq Şərhli Kanzul Dəqaiq Nicah kitabı cilt 3 sayfa 128 Darül Kutubil İslam. Sonra məşhur əhl-i sünnə alimi və fəqihi İbn Abidin Rad el-Muxtar Əla-Dur el-Muxtar kitabında cilt 5 sayfa 283-də, digər nəşrlərdə isə cilt 3 sayfa 574-də deyir. Görək nə deyir? Onun cinsi əlaqəyə dözə bilsə sözü hər hansı bir yaş həddinin olmamasına işarədir və qadın cinsinə mənsub toppuş və iri uşaq kiçik yaşlı da olsa cinsi əlaqəyə dözə bilər. Təkrar edirəm. Və qadın cinsinə mənsub toppuş və iri uşaq kiçik yaşlı da olsa cinsi əlaqəyə dözə bilər. İbn Abidin Rad el-Muxtar Əla-Dur el-Muxtar kitabı cilt 5 sayfa 283. Hə, Mürşid bəy, ay Mürşid bəy, ay Mürşid bəy. Necədir? Salamatçılıqdır? İnşallah. Çox oxuyaram ha. Hələ sizdə bir dənə də fətva var. Əgər bir şəxs zinadan öz qızı dünyaya gələrsə, məsələn necə, bunu izah edeyim. Bir şəxs ailə həyatı qurur, amma kəbin oxunmur, öz həyat yoldaşından zina sayılır da, çünki kəbin yoxdur axı. Qızı dünyaya gələrsə, yəni nüftəsi buna məxsusdur. Amma qızı dünyaya gələrsə, onunla evlənməsi problem deyil. Bu da sizin fətva deyil, Mürşid bəy. Yəni məndən ən axırıncı iş o olar ki, mənim üstümə fətva gətirəsiniz. And olsun Allah. Çünki hələ mən utana bunlar danışıram. Mən sizə fətvalar qoysam qabağınıza, oy. Məxsusən hələ mütənicahını. Mütənicahını Allah-u Teala Quran-ı Kərimdə halal edib. Peyğəmbərin zamanəsində halal idi. Necə olur ki, Mürşid bəy, Maidə surəsinin 3-cü ayəsində Lekum dinikum etmemtu lekum l-İslamə dinə deyir. Bu din bəyəndim, seçdim və sizə təqdim etdim, sonlandırdım. Yəni bu din tamamdır deyir Allah. Amma Ömər deyir ki, yox, din tamamdır. Bütün nicahın nəsxi olmalıdır.
Bu peyğəmbərin ağlına gəlmirdi. Yaxudsa əstəğfurullah, Allahın özünün yadından çıxmışdı. Axı sizin Allahdan unutqanlıq olmamış olmaz da. Axı siz Quranı məcaz qəbul etmirsiniz. Və Quranda deyir, Allah da onları unudur. Sizin Allahınıza yəni unutqanlıq ola bilər. Sizdə məcaz yoxdur, mən biləm. Nəysə, bu qədər hələ ki mənə elə cavab bəs eləyir. Sadəcə bu qısa cavabım idi. Vallahi billahi vaxtım, şəraitim hələ zəifdir, həm də həvəsim hələ yoxdur. Həvəsim olsa, inşallah ki, gələn dərslərdə Allahın izni ilə əziz izləyicilərimiz, müxaliflər və bizim şiə qardaşlarımız mən tərəfindən, Sabah Mehdi Teyzani tərəfindən geniş, inşallah ki, mütə nicahı haqqında danışacağım. Zaten danışmışam, 2-3 videom var bu haqda. Amma azdır. Həmişə də deyirəm, qardaşlar da xahiş edir ki, mütə nicahını çoxlu danış. Dəlillərim çoxdur. Qardaşlar da dəlillər atır. Bizim ilahiyyatçı qardaşlarımız da mənə dəlillər çox atır. Telefon doludur, notebook doludur dəlillərlə. Sadəcə həvəs yoxdur. Amma inşallah ki, bir gün həvəslənərək həqiqətən bunu geniş şəkildə izahını edəcəm. Bu sadəcə Mürşid Yusuf oğluna qısa, cüzi, yüngülbari bir cavabım idi ki, Mürşid bəy, kimə hansı silahı yönəltməyə diqqət elə, yoxsa ki, silah sənin əlində açılar. Və aleyküm selam və rəhmətullahi və bərəkətuhu.